Bizim burada büyük kahramanlarımız var. Hamısı da ister təbəqatı, ister millət yolunda çalışıblar. Ama indi Azərbaycan özünə haqq tələb edir, haqq istəməlidir, haqların istəyirlər. Və bu yolda gedənlər çox olur, şahidlər olur, zindanlarda da insanlar olur. Və siz deyən kimi Onlar ədalətə, azadlığa, bərabərliğə canlarını qoydular. Aya Cərrahı bir dənə karicər idi. Ömrün əvvəlindən axırına işlədi, zəhmət çəkdi. 5 ildə qaldı zindanda. Fəqət buna xatir ki, karicər insan kimi yaşıyor. Bizə fərqi yoxdur. Azərbaycanda karicər, Fars karicər, Lord karicər, hamımız karicər. Şahruk'un baxışı bu idi. Aya Cərrahının baxışı bu idi. Biz milliyyətimiz yoxdur biz karicərlər. Tamam dünyada bizim hamımız bir təbəqə, bir dənə karicər. Mərzinədəyik. Az inqilablar olmayıb, ama kurtulandan sonra her şey yetişib o birisilərə. Söhbət bundan gedir. Ben demirəm bu taş Azərbaycan'a. Ədalət-i ictimaiyə çalışma Azərbaycanın yox, bütün millətlərin həqlərin istəməkdən heç vaxt ayrı olmuyor. Şahrukh zamanı Məhəmməd Cərrahi düzdür. Dəqiqən budur ki, karicərlərin quyuqdan, sitəmdən tutulmaq üçün çalışıblar. Amma bu işi yaptılar Azərbaycanlı deyirlər. Ya Azərbaycan üçün çalışmayıblar, bu onların haqqında bir zülmüdür. Məhəmməd Cərrahi həm ədalət ictimaiyə, həm milli məsələlərə bağlıydılar. Heç bunlar bir-birindən ayrı deyil. Hər zaman hər kəs istəyib ki, milli istəkləri, ədalət ictimai istəklərindən ayrılaraq, burada nəhayətdə diktatorluğa müzərr olur. Bu həll olmalıdır cümbüşlərdə. Bunlar bir-birindən ayrı deyirlər, qovuşublar. Sağ olasınız hamımız. Sağ ol. Təşəkkür edirik. Sağ ol. Dərzi. Yaşasın. Sağ ol. Sağ ol. Dərzi.